Deməli, müəllimlər, bu inklüziv təhsil, bugün danışacağımız inklüziv təhsil nədir? İnklüziya ümumiyyətlə bütün vətəndaşların ilk növbədə sağlamlıq imkanları məhdud olan, olmayan bütün şagirdlərin eyni ortamda təhsil alması, həmin insanların da cəmiyyətə adaptasiya olunması, yəni onların da cəmiyyətin bərabər hüquqlu bir fərdinə çevrilməsini təmin edən bir prosesdir inklüziya. Bax, gəlin bunu açıq-aydın bir balaca da açıqlayaq. Yəni, inklüziv təhsil bizə deyir ki, bütün vətəndaşlar cəmiyyətin bərabər hüquqlu bir fərdidir. Yəni, istəyir sağlamlıq imkanları məhdud olan, istəyir olmayan. Bütün şagirdlər eyni ortamda, eyni təhsil şəraitində təhsil almalıdırlar. Yəni, inklüziv təhsil üçün ən önəmli olan məqam budur. Yəni, deyir ki, təhsil hər kəs üçün əlçatan olmalıdır. Burada istəyir sağlamlıq imkanları məhdud olan, istəyir olmayan. Yəni, bütün şagirdlər eyni təlim mühitində, eyni şəraitdə, eyni sinifdə inkişaf etməli və cəmiyyətin bərabər hüquqlu bir fərdinə çevrilməlidir. Çünki onların hüquqları bərabərdir. Çünki onları biz cəmiyyətdən ayıra bilmərik. İnklüziv təhsil bizə deyir ki, müəllim, bu uşaqlara fərq qoyma. Onların hamısı təhsil alandır. Yəni, bu şagird deyək ki, autizmdir, bu şagird Down sindromu var, bu şagirddə hansısa bir fiziki cəhətdən bir, deyək ki, sağlamlıq imkanları məhduddur. Biz onu ayırıb bir tərəfə qoya bilmərik. Bizə deyir ki, onları ayırmaq olmaz. Yəni, onları digərlərindən ayırıb ayrı dərs keçmək, bu onlara onların fərqli olduğu bir anlayışı göstərir. Yəni, onlar bu ayrılıqdan, bu fərqlilikdən məyus olacaq, psixoloji travma alacaq. Yəni, inklüziv təhsil konkret olaraq bu anlayışa qarşıdır. Deyir, mən bunu istəmirəm. Yəni, onları biz özümüzdən ayıra bilmərik. Bu onları özümüzdən ayırmaqla onlara psixoloji travma vurmayacaq. Yəni, onlar da digər şagirdlərlə bərabər eyni ortamda təhsil alacaq. Bax, inklüziv təhsildə açar məqamlar nədir? Hər kəs, hamı eyni təlim mühitində təhsil alacaq. Xüsusi sinif anlayışını, bax, diqqətlə dinləyin müəllimlər və qeydlərinizi aparın. Xüsusi sinif anlayışı gördünüz, bu ümumiyyətlə inklüziv təhsilə tamamilə yaddır. Yəni, biz o şagirdləri hamı, hər kəs eyni təlim mühitində təhsil alacaq. Eyni şəraitdə təhsil alacaq. Və bax, bu zaman, yəni biz şagirdlərə fərq qoymayacağıq. İstəyir sağlamlıq imkanları məhdud olsun, istəyir məhdud olmasın. Hamısı üçün, yəni təhsilin bütün şagirdlər üçün əlçatan olmasıdır. Düzdür, bəzən müəllimlər deyirlər ki, müəllimə inklüziv şagirdlərin təhsildə o digər şagirdlərlə eyni ortamda təhsil alması müəyyən qədər çətinliklər yaradır. Məsələn, autizm şagirdlər var, Down sindromlu olan şagirdlərimiz var. Onların digər şagirdlərlə eyni ortamda təhsil alması, məsələn, müəyyən çətinliklər yaradır. Deyək ki, o şagirdlər digər şagirdlərin də fikrini yayındıra bilər. Dərsə cəlb olunması onun çətin ola bilər. Yəni, amma Bakı məktəblərində, düz rayon məktəblərində yoxdur, amma Bakı məktəblərində demək olar ki, çox müəllimlər inklüziv təlimə cəlb olunublar. Yəni, onlar o təlimdən keçiblər. O təlimdən keçməklə müəllimlər o inklüziv təhsildə şagirdlərlə necə davranacaq, necə onlarla münasibət quracaq, dərsə necə cəlb edəcək, bu məqamlarla bağlı onunla bağlı onlar təlim keçirlər. Yəni, mütləq şəkildə biz hissə-hissə o müəllimlərin hamısı inklüziv təlimdən keçəcəklər.